Salam, sizinlə Invest Akademiya və mən Fərid. Sizə split terimini tanışdır. Bugün məhz bu barədə danışacağıq. Split nədir? Niyə buna ehtiyac var və onu necə istifadə etmək olar? Eləndi videonu like edin və biz başlayaq. Mövzumuza keçməkdən öncə sizə bu videonun sponsorunu təqdim etmək istərdim. Taksi 9111 sərfəli qiymətə yüksək xidmət. Mobil tətbiqdə Invest promokodunu istifadə edin və balansınıza 10 AZN əldə edin. Əgər siz də bizim buraxılışımızın sponsoru olmaq istəyirsinizsə, bizimlə e-mail vasitəsilə əlaqə saxlayın və ya Instagramda yazın. 100 manatlıq bir əskinazla 250 manatlıq əskinaz arasında nə fərq var? Əslində heç bir fərq yoxdur, çünki nəticə eyni məbləğ alınır. Lakin, onda niyə bir çox şirkətlər səhəm bazarında ticarət edilən səhəmlərlə bölürlər? Məsələn, bizdə hər biri $500 dəyərində olan səhəmlərdən ibarət $2000 bir aktiv var. Gəlin bu məsələni məğzini anlayaq. Səhəm spliti və ya başqa adla səhəmlərin parçalanması xüsusi bir prosedurdur. Bu, şirkətin direktorlar şurası tərəfindən həyata keçirilir və dövrədə olan səhəmlərin sayını dəyişmək üçün istifadə olunur. Bu parçalanmanın ən geniş yayılmış formalarından biri adı splitdir. Bu zaman şirkət dövrədə olan səhmlərin sayını artırır. Bu da onların dəyərinin azalması yolu ilə edilir. Məsələn, 4-ün 1-ə split o deməkdir ki, əvvəlcə bir səhmi olan investorun indi 4 səhmi olacaq. Əgər split 2-1 olsaydı, səhmin qiyməti 2 dəfə azalardı. Əgər split 10-1 olsaydı, onda 10 dəfə azalardı. Adətən, şirkətlər səhmlərin likvidliyini artırmaq üçün bölürlər. Yəni, bir aktivi sürətlə alıb satma imkanını yaxşılaşdırırlar. Çox yüksək qiymət səhmləri daha çox cəlb edicidir. Fikir verin, məsələn, bir səhmin $300 olması kifayət qədər bahalıdır. Xüsusilə kiçik kapitalı olan yeni başlayan investorlar üçün bu baha ola bilər. Eyni məbləğə bir neçə səhmi almaq daha sərfəlidir. Çünki eyni potensial gəlirliyi əldə edə bilərik. Bununla yanaşı, investisiya risklərini də diversifikasiya hesabına azalda bilərik. Başqa sözlə, split kapitalı müxtəlif aktivlərə bölmək üçün əlavə imkan yaradır. Split sayəsində qiymətli kağızlar daha əlçatan və cəlbedici olur. Sektorda liderlərdən biri olan Apple artıq bir neçə dəfə split həyata keçirib. Bəzi hesablamalara görə split edilməsəydi, bugün bir Apple səhmin qiyməti $10.000-dan çox olardı. Son zamanlarda Apple 4-ün 1-ə split həyata keçirdi. Nəticədə səhmlərin qiyməti $400-dan $100 düşdü. Hər bir səhmi olan investor əlavə olaraq 3 səhmi də əldə etdi. Lakin bütün şirkətlər bu strategiyanı tətbiq etmir. Məsələn, Amerikanın Berkshire Hathaway Holding şirkəti isə qəsdən split etmir. Bununla Warren Buffett səhmləri ilə spekulyasiyaların qarşısını almağa çalışır. Onun üçün səhmdələr ilk növbədə etibarlı tərəfdaşlar və biznesin şərikləridir. Hazırda Berkshire Hathaway'ın səhmlərinin birinin qiyməti $300.000-dan çoxdur. Burada başa düşmək lazımdır ki, splitin investisiya gəlirliyinə birbaşa təsiri yoxdur. Bəli, aşağı qiymət səbəbindən səhmlərə tələbin artması onların qiymətin tədricən yüksəlməsinə təkan verə bilər. İnvestorlar bu fürsətdən kifayət qədər tez-tez istifadə edirlər. Lakin ümumilikdə split fundamental göstəricilərə təsir etmir. Yalnız 2 parametr dəyişir. Səhmlərin qiyməti və onların sayı. Gəlin splitin necə işlədiyini konkret bir nümunə üzərində araşdıraq. 4 dost pizza sifariş edib, hesabı bərabər bölməyə qərar verirlər. Pizza gətirilir və 4 bərabər hissəyə bölünür. Dostlardan biri sifarişin pulunu ödəyərkən, digərin hər dilimi yenidən 2 yerə bölür. Nəticədə masada artıq 8 hissədən ibarət pizza olur. Daha çox hissəyə bölünməsi porsiyanı dəyişdirirmi? Əlbəttə ki, yox. Əvvəlcə hər kəsin 4 hissədən birini almaq hüququ var idi, indi isə hər kəs 8 hissədən ikisini alacaq. Bu, ilkin pay ilə tamamilə eynidir. Baxmayaraq ki, indi hər kəs bir əvəzdən 2 hissə alır, ümumi nəticə dəyişmir. Bu nümunə split necə işlədiyini aydın şəkildə izah edir. Biz sadəcə böyük bir payı daha kiçik hissələrə bölürük. Bu qayda divizentlərə də aiddir. Splitdən əvvəl məsələn bir səhmin 300 manat divizent alırdınızsa, splitdən sonra
ümumi ödəniş məbləği dəyişməyəcək. Lakin dividendlər yeni nisbə uyğun bölüşdürəcəklər. Məsələn, 1/3 split olduqda bir səhmdən 100 manat dividend ödəniləcək. Splitlə bağlı əsas problemlərdən biri yeni qiymətlərin birja qrafiklarında əks olunmasıdır. 4-ün 1-ə split zamanı kotirovkalar 4 dəfə azalır. Belə bir qrafikə görən investorların əksəriyyəti bu düşüşün səbəbini araşdırmadan sadəcə şirkətin ciddi problemləri olduğunu düşünə bilərlər. Nəticədə az sayda investor belə səhmləri almaq istəyə bilər. Bunun qarşısını almaq üçün adaptasiya edilmiş bağlanış qiyməti anlayışı tətbiq edilir. Bu o deməkdir ki, splitdən sonra kotirovka qrafiki avtomatik olaraq yeni qiymətə uyğunlaşdırılır. Yəni, əvvəlki göstəricilər yeni nisbətə uyğun şəkildə azaldılır. Adaptasiya edilmiş bağlanış qiyməti sayəsində biz daha səliqəli qrafik əldə edirik, kəskin dalğalanmalar olmadan. Lakin bu funksiya bütün ticarət platformalarında mövcud deyil. Gəlin yekunlaşdıraq. Split dövrədə olan səhmlərin sayını dəyişən bir prosedurdur. Əksər hallarda şirkətlər səhmləri daha əlçatan etmək üçün split həyata keçirirlər. Split səbəbindən kotirovkaların kəskin azalması investorları çaşdırmamalıdır. Güclü bir şirkət üçün split heç bir fundamental göstəriciyə təsir etmir. Eyni zamanda, əgər bir şirkət zəifdirsə, ona investisiya etmək məntiqli deyil. Çünki hətta splitdən sonra investisiya cəlb edici görünsə belə, bu özünü doğrultmayacaq. Beləliklə, spliti başa düşdük, lakin bizdə hələ əks split də var. Tutaq ki, səhər yuxudan oyanıb, özümüzə bir fincan qəhvə hazırlayıb, broker hesabımıza daxil oluruq. Gözlənilmədən aktivimizdə 100% artım görürük. Lakin sonradan anlayaraq ki, sadəcə əks split baş verib. Yəni, əslində heç nə dəyişməyib. Biz heç bir əlavə gəlir qazanmamışıq. İndi gəlin, əks splitin nə olduğunu araşdıraq. Əks split zamanı səhmlər bölünmür. Əksinə, onların dəyəri artır. Eyni zamanda, dövrədə olan səhmlərin sayı azalır. Lakin onların qiyməti yüksəlir. Bu üsul, qiymətli kağızların həddən artıq ucuzlaşdığını və şirkətin zibil səhm kateqoriyasına düşmək riski olduğu hallarda tətbiq edilir. Məsələn, Nasdaq birjasında səhmlərin minimum qiyməti $1 olmalıdır. Əgər bu həddən aşağı düşərsə, qaydalara əsasən şirkət əks split həyata keçirməlidir. Məsələn, onun 1-ə əks split edilə bilər. Nəticə olaraq, bu adi splitin tam əksi kimi işləyir. Çox vaxt şirkət əks split elan etdikdən sonra onun səhmlərin qiyməti daha da düşməyə meyilli olur. Həm adi, həm də əks split əslində şirkətin bazar dəyərinə, yəni kapitalizasiyasına təsir etmir. Əsas məsələ odur ki, adi split zamanı volatillik artır, əks split zamanı isə azalır. Məhz burada investor üçün əlavə qazanc imkanları yaradır. Bilmək lazımdır ki, adətən splitin nə vaxt baş verəcəyini barədə dəqiq məlumat olmur. İndi artıq adi və əks splitin nə olduğunu və onların hansı məqsədləri tətbiq edildiyini bilirik. Split yalnız səhmlərə daha əlçatan və investorlar üçün cəlbedici etmir. O həm də kapitalın diversifikasiya olunması sayəsində əlavə təhlükəsizlik yaradır. Eyni zamanda əks split səhmlərin qiymətini hədsiz azalmasının qarşısını almağa və bir növ şirkətin reputasiyasını qorumağa xidmət edir. Növbəti videoya qədər sizinlə vidalaşıram. İnvest Akademiya və mən Fərid sizinlə idik. Bir daha xatırladıram ki, bu videonu bəyənin və kanalımıza abunə olun. Bilməyənlər üçün biz sorğu forması yaratmışıq. Əgər pulsuz onlayn məsləhətinizi almaq istəyirsinizsə, formanı doldurun və biz sizinlə əlaqə saxlayacağıq. Forma videonun altındakı təsvirdədir. Bizi Instagramda və Telegramda izləyin. Orada biz investisiyalarla bağlı maraqlı xəbərlər paylaşırıq. Hər kəsə uğurlu investisiyalar. Sağ olun.